Bugün səhər saatlarında bu telefona zəng vuran Texniki Humanitar Liseyin valideyn və şagird kollektivi lisey rəhbərliyi tərəfindən əksər şagirdlərin qanunsuz olaraq təhsil müəssisəsindən çıxarılacağını bildirirdilər. Buna etiraz edənlər isə məktəb rəhbərliyinin işdən çıxarılmasını tələb edirlər. Xəbəri alan kimi əməkdaşımız Vəfa Təyyar qızı liseyin yerləşdiyi Nəsimi rayonuna yollandı. Hazırladığı reportajı təqdim edirik. Biz çəkiliş yerinə çatanda artıq Bakı Şəhər Təhsil İdarəsinin işçiləri dərs otaqlarından birində müəllim və valideyn heyətini qəbul edərək şikayətlərini dinləyirdi. Görüş açıq şəkildə baş tutduğundan otağa girib çıxanların sayı bitmirdi. Üstəlik narazılıqlarını təhsil idarəsinin işçilərinə deyən valideynlərin bir qisminin əsəblərini cilovlaya bilməməsi burada əməlli başlı qələbəliyə səbəb olmuşdu. Bir sözlə səs küydən ağız deyəni qulaq eşitmirdi. Bu barədə bir qədər sonra hələliksə valideynlərin bu cür coşmasına səbəb olan əsas məsələyə aydınlıq gətirib. Deməli, Texniki Humanitar Liseyin direktoru lisey daxili imtahan keçirib. Cavablar çıxanda isə məlum olub ki, şagirdlərin böyük əksəriyyəti imtahandan kəsilərək təhsil müəssisəsindən qovulublar. Övladların artıq 5 ildən çoxdur ki, burada təhsil aldığını deyən valideynlər yanvar ayında yeni direktor təyin olunan Simüzər Əliyevanın məktəbə gəlişindən sonra problemlərin də baş qaldırdığını bildirdilər. Məktəb direktorunun ötən həftənin 5-ci günü şagirdlərə heç bir xəbərdarlıq etmədən 8 fəndən imtahan götürməsi və 2 alanları liseydən kənarlaşdıracağını bildirməsi isə səbr kasanı daşıran son damla olub. Nəticədə məktəbin şagird və valideyn heyəti necə deyərlər, ayağa qalxıb. 3 saat veriblər, 3 saat içində 8 fən veriblər. Heç uşaqlar niyə görə matematika, ruski, angliski 4 alıblar. Yəni ki, nə uskuvət eləyiblər, onu yazdırıblar. Hansı uskuvət eləməyiblər, yazmayıblar. Ona görə bir 2 qoyublar. Tərəflərin sözünün bir-birinin boğazından keçməməsi isə vəziyyəti daha da qəlizləşdirib. Yeni rəhbərin özü ilə gətirdiyi yeni qanunlar nəticəsində indi az qala bütöv məktəb onun dərhal vəzifəsindən kənarlaşdırılmasını tələb edir. Ruski sektor, 2 dənə всего 8 klass, hə? Bu deyir ki, direktor, mən o 2 dənə sinif bağlayacağım, xeyr olar. Niyə görə? Axı bu ruski sektor. Axı mən bu liseye Elada xanımaya vermişdim uşağı. 5-ci sinifdən 40 gün uşaq oxuyurdu. İndi xeyr olar, uşaqlar pis oxuyur. 4-ə 5-ə uşaqlar oxuyurlar. Necə oldu monitoringdə olub 4-5 uşaq oxuyan 2 qoyublar? Bu məsələ ilə tək valideynlər yox, şagirdlərin özləri də həmrəyidilər. Hər halda gördüyümüz mənzərə bu oldu ki, dərslərdə oturmaq əvəzinə şagirdlər məktəbin dəhlizinə toplaşaraq direktorlarının qərarlarına etiraz edirdilər. Valideynlər isə öz narazılıqlarını Bakı Şəhər Təhsil İdarəsinin nümayəndələrinə bildirirdilər. Əsas narazılıqlardan biri isə şagirdlərin sual kitabçaları ilə bağlı idi. Niyəsini elə valideynin özündən eşitəcəksiniz. Biz sual kitabçasını dövlət imtahanlar eləyirdi. Hamısı batıb, mən özüm iqtisadiyyatçıyam. Gelib ona eləyirdik, sual kitabçamız əlimizdə gəlirik də. Bizdən ona alıb qovlamırlar ki bizi. Hanı sual kitabçaları? Hanı bəs biz sual kitabçası mən 11-dən 4-ə qədər birləşdim, sual kitabçasını ala bilmədim bu xanımdan. Onları narahat edən digər bir məsələ isə məktəb rəhbərliyinin şagirdləri və müəllimləri işdən uzaqlaşdırmaq məqsədi ilə imza toplamaq kampaniyasına başlamasıdır. Bakı Şəhər Təhsil İdarəsinin əməkdaşları bütün narazılıqları dinlədikdən sonra ilk əvvəl ondan başladı ki, istənilən təhsil müəssisəsinin rəhbərinin hər hansı müəllim və şagirdi heç bir əsas olmadan sadəcə olaraq imza toplamaqla məktəbdən kənarlaşdırmaq hüququ yoxdur. O uşaqların hansı səviyyədə olması yoxlamaq üçün. O məktəbdən çıxarılmaq üçün deyil. Belə şey olmayacaq. Onu da deyin ki, Texniki Humanitar Liseyin direktoru olan Simüzər Əliyeva artıq 2 dəfə işlədiyi orta məktəblərdən uzaqlaşdırılıb. Maraqlı məqam isə odur ki, bu qədər ittihamların qarşısında adı hallanan məktəb direktorunu burada tapa bilmədik. Tapsaydıq, ona ünvanlanan ittihamlarla bağlı suallarımıza da cavab tapa biləcəkdik. Məktəbdən kənarlaşdırılacağı bildirilən müəllim və şagirdlərin gələcək talihlərinin necə olacağı ilə bağlı sualımızı isə Bakı Şəhər Təhsil İdarəsinin nümayəndəsi cavablandırdı. Hər bir məktəbdə bununla bağlı
tədbir keçirilə bilər, qiymətləndirilə bilər və burada problem yoxdur. Amma o ki qaldı konkret olaraq insanlara, valideynlərə olan münasibət, şagirdlərə olan münasibət, müəllimlərə olan münasibət düzgün qurulmamışdır. Görünür, buradan dediklərindən belə görünür. Ona görə bunlar da tədbirlər görüləcək. Valideynlərin narazılığını dinləmək üçün bugün saat 5-də onlar Bakı Şəhər Təhsil İdarəsinin rəisi ilə görüşdə olacaq. Valideynlər və şagirdlər ümid edir ki, görüşdə ədalətli qərar veriləcək.